Bak axırıcı. Böyle gedəcək bir. Yazıqlarına bax da. Red axdı, qapı getdi. Qapı getdi. Gedi tövlə düşüyor axır. Tövlə getdi. Baba tövlə daxır. Tövlə daxır vay. Axdı getdi. Darvazası idi onun ha. Darvazası açdı. Selaf abi var. Anca cəmaata belə dayanıb baxmaq qalır. Neyəsin? Su tökülür. Belə yavaş-yavaş axır. Baba fikir ver. Onun qabağını nə alar? Suyun içine baba axır tökülür. Yeb baba tökülür. Ağaclar gedir, yetmirlər. Bahadırın deyir. O bir də ondan dayanıb baxır evinə. Neynəsin qapı? Təfsir bu 6 aralandı ki. Bina aralandı. Tökülür yavaş-yavaş. Sen düşün bağın içinde gelir. Böyle uçtu. Vay. Hayır, çok hayır. Gözler değil, öyle ay kasıp. Ya ahirinde 6 o bir de gelecek. Fikir ver. Yazıq neynəsin? Əzab, əziyyətlə axırı da bu. Allah heç kəsə göstərməsin. İndi o biri yetmindir. Məmləkət çox bir tərəflidir yəni. Elə bir kür çayı deyə fikir ver. Buna bir çare eləməlidir. Hal-hazırda Şabranda kəskin yağan yağışlar nəticəsində fövqəladə bir vəziyyət yaranıb. Bir çox ev suyun altında qalıb. Bu formada yağış yağmağa davam etsə, bu ərazidə gördüyünüz evləri sel aparacaq. Suyun səviyyəsi o qədər qalxıb ki, evlərin pəncərəsindən içəri daxil olur. Yəqin ki, qısa bir zaman ərzində Fövqəladə Hallar Nazirliyi bu işi öz nəzarəti altına götürəcək. Axıb oraya gəlib yana. Vallahi deyə o yana bax axıb. Aşağıya bax. Məhəl necədir? Məhəldə də yer qalır. Mənim maya ağacın evini soxarı. Yox, elə oraların evinin qabağındadır. Buna bax. Deyə orada aşağı.
çöktü. Zaman çok etibarsızdır. Kimler gelir, kimler gedir. Ecel menem diyen çok insanı yoldan edir. Cahil insan çok güvenme devletine, ne varına. Felek senin kimlerini nece çıkıp ahırına. O verilen var devletin, her birinin hesabı var. Hayradınsa hoş halına, esirgesen azabı var. Zaman çok etibarsızdır. Kimler gelir, kimler gelir. Ecel menem diyen çok insanı yoldan edir. Menden demey Allah sana olsun.